Baxın, burada gedən danışıqların detallarını bilmirik öz yerində. Bu mətbuatda gedən, müxtəlif beynəlxalq mətbuatda gedən məlumatlar da bugün verilən məlumat sabah ona ziddiyyətli məlumatlarla biz rastlaşırıq. Yəni, bir-birini təkstil edən məlumatlar verir. Elə Politikonun məlumatlarını, dünənki məlumatından sırağa günkü məlumatları bir-birinə ziddir. Ona da sona qədər, həmin məlumatlara da sona qədər biz inanmırıq. Amma istinad etdiyimiz bugün üçün hələ ki olardılar. Başqası yoxdur. Ortalıqda başqa bir mənbə olmadığından məcburuq ona istinad eləməyə. Amma situasiya onu göstərir ki, Zelenskinin dünənləri verdiyi açıqlamalardan da onu mən görürəm ki, Zelenski prinsip etibarla ABŞ-la danışıqların davam etdirməsinin tərəfdarıdır. Amma eyni zamanda Ukraynanın ərazi bütövlüyünün maksimal şəkildə qorunmasında da öz iddialarını ortalığa qoyub və təsadüfi deyil ki, son bir neçə gündə dünya mətbuatında Ukrayna əhalisinin Zelenskiyə münasibətdə rəy sorğularının nəticələri açıqlamağa başladı. Birdən-birə kütləvi şəkildə. Və bu da onu göstərir ki, hətta Ukrayna prezidenti ABŞ təzyiqlərinə tab gətirib, yəni onun dedikləri proyektə həyata keçirməsə belə, Ukrayna əhalisi onu müdafiə eləməkdə davam eləyəcək. Bu, onu göstəricisidir. Amma əslində, mən bilmirəm, indi bu proseslər hansı vəziyyətdədir. Çünki Ukraynanın bu dəqiqə Rusiya ilə danışıqlarında əsas məsələ ərazi mübadiləsində, yaxud belə götürək, lap kobul şəkildə desək, Ukraynanın ərazi güzəştindən gedir söhbət. Heç mübadilədən də getmir. Amma bunu Zelenski eləyə bilərmi? Eləyə bilməz. Hətta istəsə belə eləyə bilməz. Ümumiyyətlə, mən bir məsələyə xüsusi diqqət yetirmək istəyirəm ki, gedən danışıqların predmetini mən anlamıram. Xatırlıysa, Alyaska görüşü ərəfəsində də belə bir məsələlər gündəlikdə idi. O zaman da ərazi mübadilələri ilə bağlı məsələ ola bilərdi. Amma bunların prezident seçkilərinə də bağlı söhbət var idi. Amma bunların hamısı atəşkəslə bağlı müqavilə imzalanandan sonra olunmalıydı. Amma indi digər tərəfdən Amerika da istəmir. İndi məsələ istəmir, amma bu da alınmayacaq və artıq Amerikada da, Avropada da mütəxəssislər deyirlər ki, əvvəldən Trampın istədiyi kimi Milad bayramına qədər nəsə əldə etsə, bu imkansız olacaq.